155 manatla mən böyük oğlumu saxlamışam. Moykada işləyir. 155 manat. 120 manat verirdim kirayəmə. 10-15 manat kommunalım. Gedirdim Moykada işləyirdim. Hörmətli bir oğul var. Allah ona rəhmət eləsin. Onun anası görmüşdü. Az qalıb. Allah ona canı sağ eləsin. Öpürəm onu əllərindən. Görmüşdü. Konvertdə mən pul gedirmişdi ki, o şikast ayağıyla Moykada əziyyət çəkir. Ya elə adını da demək olar da. Deyirəm. Allah rəhmət eləsin. Mən düşündüm ki, bu Rövşən Lənkəransın. Allah rəhmət eləsin. Allah rəhmət eləsin. Anası sənə pul göndərmişdi, hə? Sözündən pul göndərmişdi ki, verərsən o uşağı. Evə qalxan yolda bina var, Navastoyka, altında qaraj. Orada işləyirdim, mən bilmədim o Rövşənin anasıdır. Deyirəm ki, o pulu sənə kim göndərdi? Dedim ki, dedi Hacıxan. Dedim, nə Hacıxanın? Dedi, Rövşənin anası. Dedim, mənə sağ olsun, Allah şükür. Adına salam olsun haqqın adından, Rövşən çıxmaz yaxşıların yadından. Oxuru adına layiq olub həyatdan, İstər azadlıq, istər qazanmaqdan. Yaşadığı hər saatı Lənkəran iski, yaşayıb oxuru həyatı Lənkəran iski. Rövşən Lənkəran iski inadını bil, çəkmiş ikər yerdə qadan tərtəni. Harada çətin gəlib sorağım